Allergik xəstələrə hansılar olar, hansılar olmaz? Ev heyvanı saxlaya bilər. Bəli, əgər it və ya pişik saxlamaq istəyirsinizsə və it-pişik tükünə qarşı allergiyanız yoxdursa, heyvan saxlamaq olar. Bal yeyə bilər. Bəli, amma polen allergiyamız varsa, yəni bitki tozlarına qarşı allergiya varsa, bal qətiyyən olmaz. Kondisionerdən istifadə edə bilər. Bəli, kondisionerin filtrləri tez-tez dəyişmək şərti ilə və temperaturu birdən-birə aşağı dərəcəyə salmamaq şərti ilə. Yəni isti havadan gəlib otağın temperaturunu birdən-birə 18-17 dərəcəyə salmamaq şərti ilə. Allergiyalı xəstələr üçün ideal otaq temperaturu 24-25-dir. İmmunitet gücləndirici əlavələr qəbul etməlidir. Xeyr, çünki allergiya immun sistemin zəifləməsi deyil. Allergiyanın müalicəsində biz immun sistemi qıcıqlandırmırıq. Əksinə, allergiya immun sistemin qıcıqlanması, çaşması nəticəsində hər hansı bir maddəyə reaksiya verməsi nəticəsində yaranır. Ona görə allergik xəstəliklərin müalicəsində immuniteti artıran dərmanlar istifadə etmək olmaz.